Salam benim kanalımın izleyicileri. Bir tane daimi izleyicim yazıb ki, bu yaşa başa çatmısan, özünde qızıl hesab elədiyin, pıl hesab elədiyin xarakterin, xəsiyyət çaların nə deyil? Özümdə özümə görə subyektiv fikrim, xoşum gələn xəsiyyət çalarım odur ki, bir adamla danışmadımsa danışmadım. Üstümsə qutardı, getdi, bitti. Amma bu danışmadığım insan haqqında Əhməd, Məmməd, Şəfiqa, Zərifə gələ deyə ki, Əhməd pisdir, Nizami pisdir və məndən nəinki kəlmə, hansısa bir emosional reaksiya ala ki, hə, Əhmədin pisliyinə dair elə şey ola bilməz. Yəni, Əhməd pisdirsə, mənim beynimdə, ürəyimdə pisdir və ömrümün axırına kimi. Da o ikinci, üçüncü bir adam gələ ki, məndən kəlmə ala bilər və yaxud da ki, manipulativ xarakterini nəsə elə bilər. Əksinə o Əhməd haqqında pis deyəndə, mən Əhmədi elə bəziyib düzəyə bilərəm ki, ələ bilərlər ki, Əhməd mələk. Bu qədər.